Axşam saatlarında Lənkəran STEM mərkəzində Tofiq və Aylin işlərini bitirib evə gedərkən lazer aparatının qəribə işıq saçdığını gördülər. Birdən aparatın arxasından səs eşidildi. Səyahət başlasın. Birdən otaq silkələndi və parlaq işığa qərq oldu. Onlar özlərini kosmik gəmidə gördülər. Qarşılarında Tayetdə adlı süni internet dayandı. Tamam uşaqlar, siz öyrənmə qalaktikasındasınız. Geri dönmək üçün 3 tapşırığı yerinə yetirməlisiniz. Fizika planetindən enerji kristalı, gələcək planetindən balon və ekoplanetdən yaşıl toxum tapın. Cazibə yoxdursa, bəlkə fırlama enerjisi ilə tarazlıq yaradıb kristallı işıqlandıraq. Tofiq, dairənin sahəsinin tapılmasını biz 6-cı sinifdə keçmişik. S bərabərdir pi kvadrat düsturə ilə tapılır. Onda parol 5024-dür. Təbiəti yalnız insan qayğısı edilə bilər. Uşaqlar torpağı suvarıb enerji kristalını torpağa qoydular. Torpaq işıqlanaraq yaşıl cücərti verdi. Tapşırıqlar tamamlandı. Baxın, həyat yenidən başladı. Uşaqlar STEM mərkəzinə qayıtdılar. Masanın üstündə bir dipçəkdə yaşıl toxum düzəlmişdi. Aylin mikrobitin A düyməsini sıxdı və ekranda yazı göründü. Əsl kosmos səyahəti planetlərdə deyil, öyrənməkdə və qorumaqdadır.